Genital ziyillər, anal ziyillər, bunlara bəzən anal və genital kondilomalar da deyirlər. Yəni papilloma virusun bir növüdür. Bunlar əsasən virus mənşəli xəstəliklərdir. Yəni viruslar tərəfindən törədilir. Necə su çiçəyi virus tərəfindən olur, digər mənşəli virus xəstəlikləri kimi bunlar da virus xəstəlidir. Lakin bu viruslar cinsəl yolla keçən bir xəstəlikdir, bir virusdur. Yəni bu virus kimləsə kontaktdan, görüşməkdən, hamam dəsmalından, adi dəsmaldan, yatdığımız yerdən yoluxmaz. Ancaq cinsəl yolla bulaşan bir viruslardır. Lakin bu viruslar bulaşdığı vaxt yox, ondan xeyli müddət sonra özünü göstərə bilər. Çünki bəzən xanımlar olsun, müraciət edirlər bizə, tutaq ki, bir ildir ailəlidirlər, amma bu baş verib 3-4 aydır. Yəni gedib evdə də deməyə də utanırlar və yaxud qorxurlar ki, bir problem yaranır. Belə bir şey yoxdur. Ola bilər siz buna bir il bundan qabaq yoluxmusunuz, amma sizin immun sisteminiz zəifləyib və bu xəstəlik sizdə indi baş qaldırıb. Yəni utanacaq, qorxacaq bir durum deyil. Vaxtında öz ailənizə də məlumat verə bilərsiniz. Çünki bu qarşılıqlı hər iki partnyorda, qadında və kişidə də baş verə bilər. Bir yerdə müraciət edib ikiniz bir yerdə müalicə ala bilərsiniz. Biz daha çox mənə rast gələn anal kondilomlardır. Anal kondilomların müalicə üsullarında müxtəlif müalicə üsulları var. Ölçündən asılı olaraq böyük ölçülü kondilomlarda daha çox biz koagulyator vasitəsilə onu kəsib xaric edirik. Amma mütləq sonra xəstəyə viral virus əleyhinə müalicə və immun sistemini gücləndirən müalicələr də vermək lazımdır.